Salam dəyərli tələbələr, bugünkü mövzumuz peşə fəaliyyətinin psixi sağlamlığa təsiridir. Gördüyümüz kimi planda 5 əsas yarım başlıqlar, peşə fəaliyyətinin psixi sağlamlıqla əlaqəsi, peşə fəaliyyətində yaranan psixi pozuntular, yanma sindromu, səbəbləri və əsas əlamətləri, yanma sindromunun fazaları, gərginlik, rezistensiya və tükənmə, yanma sindromunun psixoprofilaktikası və onun aradan qaldırılması yolları və bir də peşəyə uyğun insan və intellekt tipləri. Əvvəlcə gəlin peşə fəaliyyətinin psixi sağlamlıqla əlaqəsinə baxaq. Bildiyimiz kimi yaşamaq üçün fəaliyyət göstərmək lazımdır və məlumdur ki, insan fəaliyyəti nəticəsində inkişaf edir və daha da təkmilləşmiş olur. Fəaliyyət insanın arzularının daha da reallaşmasını və tələbatlarının ödənilməsini həyata keçirir. Hətta bir insan haqqında psixoloji anamnez toplayan zaman əsas diqqət yetirilən məqamlardan biri də yaşına uyğun fəaliyyət növü ilə insanın məşğul olub olmaması ilə bağlıdır. Çünki əgər bir insan yaşının tələb etdiyi fəaliyyətlə məşğul olmursa və yaxud da ümumiyyətlə hər hansı bir fəaliyyətlə məşğul olmursa, bu insanda bir sıra ciddi psixoloji problemlərin yaranmasına gətirib çıxarır. İnsanın bir çox psixoloji xəstəlikləri məhz fəaliyyətsizlikdən qaynaqlanır. İnsan özünü yararsız, faydasız hiss edərək zaman-zaman depressiyalar yaşayır, ünsiyyət qıtlığından əziyyət çəkir, şəxsiyyət daxili problemləri artır, diqqətini öz üzərinə cəm edərək özünü yalançı problemlərlə yükləmiş olur. Qeyd etdiyimiz kimi fəaliyyət insanı daha da gümrahlaşdırır və daha da aktivləşdirir. Lakin məcburi fəaliyyət insana istər-istəməz psixi və fiziki ziyan yetirmiş olur. Ətraf mühitin də şəxsiyyətin formalaşmasına təsir təbii ki, danılmazdır. İşgüzar mühit də insanı əhatə edən ətraf mühitə aid edilir. Elə bu səbəbdən də onun istər şəxsi keyfiyyətlərin, istərsə də xarakterin, əhvalın formalaşmasına ciddi təsiri mövcuddur. Peşə sevilməyən olduqda bu zaman sağlamlığa və şəxsi həyata da olduqca ciddi ziyan vurur. İnsanın işlədiyi kollektivi, işi ürəyincə olarsa, temperamentinin, qabiliyyətinin və digər fərdi psixoloji xüsusiyyətlərinin tələbatlarına cavab verərsə, onda bu zaman insan özünü aşağıdakı şəkildə apara bilir. Verilən tapşırıqları daha həvəslə yerinə yetirir, daha keyfiyyətlə yerinə yetirir və öz əməyindən zövq alır. Səhvlər etməməyə çalışır, gözləniləndən daha artıq kəmiyyət və keyfiyyət göstəricisi nümayiş etdirir, kollektiv münasibətlərə, ictimai işlərə daha aktiv şəkildə qoşulur. Digər sualımız peşə fəaliyyətində yaranan psixi pozuntular, yanma sindromu, onun səbəbi və əsas əlamətləridir. Bildiyimiz kimi istənilən peşə fəaliyyəti insandan müəyyən bir keyfiyyət tələb edir. Məsələn, qərar qəbul etmə qabiliyyəti, daha çox diqqətli olmaq, ekstremal durumlarda özünü tələb olunan qaydalara uyğun olaraq aparmaq, kollektivlə işləmə vərdişi və s. Əgər iş mühitinin tələb etdiyi keyfiyyətlər bir işçidə yoxdursa, bu zaman istər psixi, istərsə də fiziki yorğunluq ciddi fəsadlara gətirib çıxara bilir və zaman-zaman psixoloji homeostaz, yəni neytrallıq pozulur və insan yanma sindromundan əziyyət çəkir. Yanma sindromu nədir? Yanma sindromu insanın gərgin durumlara qarşı mübarizə aparması zamanı fiziki və psixi yüklənməsi, yəni fiziki və psixi enerjisinin tükənməsidir. Əslində bu sindrom təhlükəli psixoloji təsirlərə qarşı bir növ insanda siqnal rolunu da oynayır. Bu sindromu yaşayan insanlar artıq öz enerjilərinə daha qənaətcil yanaşmaq haqqında düşünməyə məcbur olurlar. Yanma sindromuna səbəb olan əsas faktorlar vardır. Bunlar hansılardır? Sərf olunan enerji müqabilində layiqli qarşılığı ala bilməmək, emosional vəziyyətimizi idarə edə bilməmək, stressə dayanıqsızlıq, görülən işlə gözlənilən nəticənin üst-üstə düşməməsi, həddən artıq məsuliyyətlilik və bir də ünsiyyət çətinliklərinin yaşanması. Təbii ki, yanma sindromunun da bir sıra əsas əlamətləri var. Yorğunluq, ümumi zəiflik, yuxusuzluq və ya pis yuxuya getmə, əsəbilik, qan-damar sistemində müəyyən gərginliyin yaşanması, səbəbsiz yerə bədənin müxtəlif nahiyələrində ağrıların olması, iştahasızlıq, həddən artıq yemək, çəkinin artması və yaxud da azalması, hormonal dəyişikliklər, tənəffüs pozğunluğu, yüngül və ya kəskin formalı təşviş pozuntusunun yaşanması, apatiyaya meyillilik, əhval-ruhiyyə pozğunluğu, ruh düşkünlüyü, depressiyaya meyillilik, pessimistliyə meyillilik, yararsızlıq hissinin yaşanması, xarici görkəmə baxımsızlıq, asudə vaxtın təşkil etməyə həvəsin olmaması, həyati və işgüzar perspektivlərə inamın itməsi, tapşırıqları daha həvəssiz şəkildə yerinə yetirməsi.
Yanma sindromunun eyni zamanda həm fazaları, həm də mərhələləri vardır. Gəlin əvvəlcə yanma sindromunun mərhələlərinə baxaq. Birinci mərhələ verilən tapşırıqları qeyri-ixtiyari unutmadır. Yəni hər hansı bir işgüzar qeydləri aparmağı yaddan çıxartmaq. Bu mərhələ 3-5 il davam edə bilir. İkinci ünsiyyətdən uzaqlaşma, işə qarşı həvəsin itməsi, işlə bağlı məlumatlara maraqlanmamaq, bu 5-15 il davam edə bilir. Üçüncü işdən tamamilə bezmək, həyata və insanlarla ünsiyyətə qarşı marağın daha da azalması və getdikcə tənhalığa meylənmə, bu isə 10-20 il davam edə bilir. Yanma sindromunun fazaları da var. Birinci gərginlik fazasıdır. Əlamətləri nələrdir? İşdə baş verən gözlənilməz durumlar zamanı artıq həyəcan yaşamaq, özündən narazılıq, özünü aşağı qiymətləndirmə, özünü küncə sıxılmış kimi hiss etmə, frustrasiya və depressiya hallarının yaşanması. İkinci fazı rezistensiyadır. Bildiyimiz kimi rezistensiya latın sözü olub, mənası müqavimət deməkdir. Onun da özünün bir neçə əlaməti var. İşdəki yüklənməni azaltmağa çalışmaq, emosiyaların sərfinə qənaətcil yanaşmaq, emosional gərginlik tələb edən işlərdən qaçmağa çalışmaq, yorucu kolleqalardan uzaqlaşmaq. Digər fazamız tükənmə fazasıdır. Hansı ki, tükənmə fazasında bir sıra əlamətləri var. Empatiya qabiliyyətinin həddən artıq aşağı düşməsi, yəni başqalarının dərdinə şərik olmamaq, işdə baş verən hadisələrə qarşı laqeydlik nümayiş etdirmək. İkinci, apatiya halının yaşanması, yəni emosiyaların və hisslərin itməsi nəticəsində özünə və ətrafdakı insanlara qarşı biganə yanaşmaq və bir də psixosomatik və psixi əsəb narahatlığının yaşanması. Yanma sindromunun psixoprofilaktikası və onun aradan qaldırılması yolları. Təbii ki də yanma sindromu əgər vaxtında aşkarlanarsa, lazımi tədbirlər həyata keçirməklə çox qısa bir müddət ərzində onu aradan qaldırmaq olur. Əks halda isə uzun müddətli istirahət, müalicə və mütləq şəkildə iş yerini dəyişmək tələb olunur. Yanma sindromunu təyin etmək üçün təbii ki, müxtəlif metodlardan istifadə olunur. Əmək fəaliyyəti və əmək yaradıcılığının psixoloji məqamlarını tədqiq etmək üçün proksimetrik metodlardan daha geniş istifadə olunur ki, onlardan da ən populyar olanlarından biri də xronometriyadır. Hansı ki, xronometriya buna başqa cür xronometraj da deyilir. Əmək prosesi və onun ayrı-ayrı komponentlərinə istifadə edilən vaxtın ölçülməsini həyata keçirir. Xronometriyadan daha çox işçinin üzərinə düşən ümumi yükü müəyyən etmək və onun birdən-birə böyük təzyiq altında qalmaması, eyni zamanda işin keyfiyyətinin artırılması baxımından vaxt bölgüsünün düzgün tərtib olunması üçün istifadə edilir. Əsas və köməkçi hərəkətlərə ayrılan vaxt müəyyənləşdirilmiş olur. Belə məlumatların təbii ki, əldə edilməsi iki əsas məqsəd daşıyır. Birinci, bir əmək sikli üçün lazım olan ümumi vaxt bölgüsü aparılır. İkinci isə məhsulun hazırlanmasına lazım olan vaxt, eləcə də enerji itkisinin baş vermə vaxtı təyin edilmiş olur. Xronometraj üsulu ayrılıqda da tətbiq edilə bilər, eyni zamanda digər metodların köməyi ilə istifadə etməklə də tətbiq oluna bilir. Digər bir metod sikloqrafiyadır. İnsan bədəninin müxtəlif yerlərindəki işıqlanma nöqtələrinin fotoqrafiya vasitəsilə şəkli çəkilməklə hərəki fəaliyyət öyrənilir burada. İşıqlanma nöqtələri kimi balaca elektrik lampalarından daha çox istifadə edilir. Bu üsul vasitəsilə hər hansı bir əmək fəaliyyətində insanın hansı hissəsinin daha tez, daha sürətli və daha gərgin hərəkət etməsini müəyyənləşdirmək və buna dair əyri-xəttli trayektoriyalar qurmaq olur. Digər bir metod professioqrafiyadır. Hər hansı peşəyə uyğunluğu təmin edəcək kriteriyaların tədqiqini həyata keçirir. Bu məqsədlə professioqramlar və psixoqramlar tərtib olunur. Professioqramlarda peşəyə aid olan bütün xarakteristikalar, təsvirlər öz əksini tapır. Psixoqramlarda isə hər hansı peşə üzrə tələb olunan işçinin şəxsi və işgüzar keyfiyyətlərinə dair tələblər öz əksini tapmış olur. Professioqrafiya özündə bir neçə metodu da birləşdirir. Sosioloji metodlar, psixoloji metodlar və bir də fizioloji metodlardır. Hansı ki, sosioloji metodlara anketlər, sorğular, müşahidə və testləri aid edə bilərik. Psixoloji metodlara da anket, sorğu, müşahidə, eksperiment və testlər aiddir. Fizioloji metodlara isə antropometrik məlumatların əldə edilməsi, arterial təzyiqin ölçülməsi və digər göstəricilərin əldə edilməsinə xidmət edən metodlar aid edilir. Professioqrafik metodların tətbiqindən əldə edilən nəticələrə əsasən professioqramlar tərtib olunur. Professioqramlar məqsədindən asılı olaraq müxtəlif məzmunlu ola bilər. Bunlar hansılardır?
Maarifləndirici, diaqnostik və bir də perspektiv. Maarifləndirici professioqram sənəd seçimi etməyə hazırlaşan insanlar üçün daha çox tərtib olunur. Məsələn, orta və ya ali məktəb məzunları üçün. Diaqnostik professioqram əmək məhsuldarlığının keyfiyyətinə təsir edən neqativ faktorların aradan qaldırılması məqsədi ilə tərtib olunur. Perspektiv professioqram isə işçinin işgüzar fəaliyyətinin inkişaf dinamikasına təsir etmək məqsədi daşıyır. Keçirik digər sualımıza. Peşələrə uyğun insan və intellekt tipləri. Bildiyimiz kimi bütün insanlar özlərinin düşüncə tərzinə, iddiasına, xarakterinə, istəyinə və digər keyfiyyətlərinə görə fərqlənirlər. Seçilmiş sənəd həmin sahəyə dair bilgiləri tələb etməklə yanaşı, bu sahəyə uyğun şəxsi keyfiyyətləri də tələb etmiş olur. Buna görə də insan öz tipini təyin etməklə seçilmiş sənədin şəxsi keyfiyyətlərinə nə qədər uyğun gəldiyini müəyyən edə bilir. Çünki karyerada uğur əldə etmək təkcə həmin sahəyə aid bilgilər deyil, eyni zamanda uyğun şəxsi keyfiyyətlərin də əhəmiyyətli təsiri mövcuddur. Məsələn, dominant maraqlara görə bir sıra insan tiplərinə baxaq. Realist tiplər praktikanı sevirlər, reallığa əsaslanırlar, konkret məsələlərlə məşğul olmağı çox xoşlayırlar. Bu tip insanlar daha çox fermerlik, meşəçilik, sürücülük, polis, mexanik və fiziki bacarıq tələb olunan digər peşələrlə məşğul olmağa üstünlük verirlər. Tədqiqatçı tiplər intellekti yüksək olur, müşahidəçilik qabiliyyəti güclü olur, müstəqil olurlar, işə yaradıcı yanaşmağı bacarırlar. Bu tip insanlar elmi tədqiqat sahələri, fəlsəfə, kimya, biologiya, ekologiya və əqli bacarıq tələb olunan digər peşələrlə məşğul olmağa üstünlük verir. Sosial tiplər ünsiyyətçil olurlar, həssas olurlar, aktiv olurlar, natiqlik qabiliyyətinə malik olurlar. Bu tip insanlar müəllim, tərbiyəçi, psixoloq və insanlarla münasibətə daxil olma bacarığı tələb olunan digər peşələrlə məşğul olurlar. Standart tiplər səliqəli olurlar, nizam-intizamı sevirlər, icraçı olurlar, dəqiq olurlar. Bu tip insanlar mühasibatlıq, notarius, kassir, iqtisadçı və sənədlərlə işləmək bacarığı tələb olunan digər peşələrlə məşğul olmağa üstünlük verir. İşgüzar tiplər fərasətli, hərəkətli, praktik, enerjili olurlar, riski sevən olurlar. Menecer, siyasətçi və qərar qəbul etmə bacarığı tələb edən peşələri işləməyi sevirlər. Artist tiplər emosional həssaslığa malik olurlar, intuisiyaları güclü olur, rəssamlıq, musiqiçi, aktyor və müxtəlif yaradıcı bacarıq, istedad tələb edən peşələrlə işləməyi sevirlər. Bəzən də elə olur ki, bir insanda sadanılan bir neçə tipin keyfiyyəti cəmlənir. İnsanların tipini təyin etmək üçün müxtəlif psixoloji testlərdən də istifadə olunur. Bunlardan biri IQ testləridir ki, IQ testlərindən istifadə etməklə İnsanın intellekt səviyyəsini və intellekt tipini təyin etmək mümkündür. Məsələn, müəlliflərdən Amerikalı psixoloq Howard Gardnerin ağlın strukturu, intellektin çoxluğu nəzəriyyəsinə istinadən bir sıra intellekt tiplərinə baxaq. Verbal lingvistik intellekt, məntiqi riyazi intellekt, görmə məkan intellekti, musiqi intellekti, bədən kinestetik intellekt, şəxsiyyətlərarası intellekt, şəxsiyyət daxili intellekt və bir də təbiət intellekti. Verbal lingvistik intellekt bu intellekt tipinə malik olan insanların söz yaddaşı və söz bazası məlumatları daha yaxşı izah etmək qabiliyyətləri güclü olur. Bura yazıçıları, natiqləri, pedaqoqları və s. aid etmək olar. Məntiqi riyazi intellekt, bu intellekt tipinə malik olan insanlar məntiqi və riyazi məsələləri yüksək peşəkarlıqla həll edirlər. Məsələn, riyaziyyatçılar, mühasibatçılar, bankirlərə aid etmək olar. Görmə məkan intellekti, bu intellekt tipinə malik insanlar gözəl çertyojlar və rəsmlər çəkir, yüksək səviyyədə proyektlər işləyirlər. Məsələn, rəssamlar, memarlar, heykəltaraşları bura qeyd edə bilərik. Musiqi intellekti, bu intellekt tipinə malik insanlarda musiqi duyumu çox yüksək səviyyədə olur. Musiqiçilər, rəqqaslar, bəstəkarları bura qeyd edə bilərik. Bədən kinestetik intellekti, bu intellekt tipinə malik insanlar hərəkət bacarıqları ilə seçirlər. Məsələn, idmançılar, mimik hərəkətləri bacaran aktyorları bura qeyd edə bilərik. Şəxsiyyətlərarası intellekt, bu intellekt tipinə malik insanlar ünsiyyətə daxil olmaq qabiliyyəti ilə seçirlər. Məsələn, həkimlər, müəllimlər, biznesmenlər, psixoloqlara aid etmək olar. Şəxsiyyət daxili intellekt, bu intellekt tipinə malik insan öz hisslərini, məqsədlərini, daxili aləmlərini daha yaxşı dərk edə bilirlər.
Bura filosoflar, dinşünaslar, psixoloqlara aid etmək olar. Təbiət intellekti, bu intellektə malik insanlar təbiətin flora və faunası, təbiət təzahürlərini dərindən dərk etmə qabiliyyətinə malik olurlar ki, hansı ki, bunlara botaniklər, bağbanlar, fiziklər, kimyaçıları aid etmək olar. Bundan əlavə olaraq, sənəd seçiminin düzgün istiqamətləndirilməsində mütəxəssislərin yardımından istifadə etmək daha məsləhətlidir ki, hansı ki, bu prosesdə görülən işlər bir sıra mərhələlərdə cəmləşmiş olur. Birinci, perspektivli sənəd sahələri haqqında maarifləndirmə. İkinci, sənəd seçiminə dair məsləhət vermə. Üç, sənəd seçiminə psixoloji yardım. Dördüncü isə psixoloji dəstəkdir ki, hansı ki, sənəd seçilməsi prosesində pozitiv əhval-ruhiyyənin yaradılması əsas olaraq götürülür. Bugünkü mövzumuz bu qədər. Diqqətiniz üçün təşəkkürlər.